Hər vaxtınız xeyir olsun əziz dostlar. Bildiyiniz kimi 12 iyul 2026-cı ildə 3-cü qruplarda TC üzrə coğrafiya fənnindən imtahan keçirilib. Bu gün həmin imtahan suallarını izah edirəm. Vaxt itirmədən keçək birinci suala. Onu qeyd edeyim ki, bu bizim şagirdindir. Demək, görək şagirdimiz necə nəticə göstərib. Adətən 3-cü qrupların nəticələri zəif olur, onu da qeyd edim. Çünki çox gec hazırlaşmağa başlayırlar. Əvvəl ədəbiyyat üzrə istiqamətində gedir, sonra isə bəzi hallarda görürsən ki, müəyyən səbəblərdən imtahan yaxınlaşandan sonra buraxılış imtahanında zəif nəticə olduqda, bəzən hansısa bir problem səbəbindən həm də TC imtahan verirlər hər ehtimala. O səbəbdən bəzən coğrafiya hazırlaşanlar az olur və nəticəsi aşağı olur. Görək şagirdimiz necə nəticə göstərir. Baxaq. Uyğunluğu müəyyən edin. Dağ zirvələri Qapıcıq, Kəpəz, Böyükkiz. Demək, Qapıcıq dağı bildiyiniz kimi Zəngəzurla yüksək zirvəsidir. 1-ə C uyğun. Kəpəz dağı Murovdadır, Y variantı. Demək, Böyükkiz dağı Qarabağ silsiləsindədir. O da D variantı. Demək, C7, C7. Demək, B yazıb. Qarabağ vulkanik yayılası. Qarabağ vulkanik yayılasından yüksək zirvəsi Dəli dağ idi. Böyükkiz Qarabağ silsiləsinə aid idi. D olmalıdır. Demək, C7. C7 A variantındadır. Hayır. Sonra ikinci, A-İqtisadi rayonun xarici ölkəyə və Xəzər dənizinə çıxışı olmadığı üçün coğrafi mövqeyi əlverişsiz hesab olunur. Ərazinin relyefi əsas dağlıqdır və fəal seysmik zonada yerləşir. A-İqtisadi rayonuna aid olan xüsusiyyətlər. Deməli, A-İqtisadi rayon xarici ölkəyə və Xəzər dənizinə çıxışı olmadığı üçün coğrafi mövqeyi əlverişsiz hesab olunur. Bu çox güman ərazinin relyefi əsasında dağlıq və fəal seysmikdir. Bu dağlıq Şirvandır. Dağlıq Şirvan. Çünki həm Xəzərə çıxış yoxdur, həm xarici ölkə ilə həmsərhəd yoxdur, həm də ki, ərazisi dağlıqdır. Digərləri dağlıq olanlar hamısı xarici ölkə ilə həmsərhəddir. Əsas ehtiyatları yanaşı tikinti materialları, mineral sular düzdür. Bədi o mineral çuxur yurd var, doğrudur. Yanaşı ehtiyat var. Yerli xammal ehtiyatları kimya və qara metallurgiya bu səhvdir. Qara metallurgiya Kiçik Qafqazdadır. Xalçaçılıq və ipəkçilik kimi qədim sənətkarlıq sahələri mövcuddur. Burada Baskalda ipək var, xalçada Şamaxı xalçaları olub. Tərkibində 5 inzibat yox, 4 inzibat rayon var. Şamaxı, İsmayıllı, Qobustan və demək, Ağsu rayonları bu səhvdir. Üzümçülük və şərab istehsalına görə tanınır, düzdür. Ölkənin ən yüksək yaşayış məntəqəsi buradadır. Xeyr, bu yanlışdır. Azərbaycanda 2 dənə yüksək yaşayış məntəqəsi var. Qubanın Xınalı, Kəlbəcərində, Yuxarı Bağırsaq kəndi. Cavabımız oldu 1-3-5, cavab B variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. 3-cü sual. Qarabağ vulkanik yaylası və Qarabağ silsiləsinin Niyaldağ silsiləsindən fərqləndirən xüsusiyyət Niyaldağ Böyük Qafqazdadır. Qarabağ və vulkanik yayla hər ikisi Kiçik Qafqazdadır. İkisi də Kiçik Qafqaz tektonik qalxma zonalarında yerləşirlər. Cavab D variantıdır. Doğrudur, bu Niyaldağ Böyük Qafqaza aiddir. Demək, bu getdi. Sonra demək, 4-cü sual diaqramın aid olduğu iqlim qurşağı. Gördüyünüz kimi bu ekvatorialdır. Temperaturu 20 dərəcədən daim yuxarı olub və il boyu yağıntılar bərabər paylanıb. Keçək ekvatoriala aid olan əlamətləri seçək. Bütün yarımkürələrdə rast gəlinir. Şərq, qərb, şimal, cənub bu doğrudur. Çünki ekvator xətti kəsir istər-istəməz şimal, cənub. Amerikada da var, qərbdə, yəni şərqdə də var. Bütün yarımkürələrdə rast gəlinir, doğrudur. Şəkər çuğundur, səhvdir. Arealları yerləşir. Bu şəkər qamışı ola bilər. Fəal temperaturla illik miqdarı yüksəkdir. Bu doğrudur. Gördüyünüz kimi 20 Selsidən daim yüksək olub. Yağıntıların illik miqdarı 1000 mm-dən az deyil, təbii ki, çoxdur, 2000 mm-dən çoxdur. Yayıldığı bütün ərazilərdə günəş ildə 2 dəfə zenitdə olur. Bu doğru fikirdir. Ekvatorial ətraf ərazilərdə günəş ildə 2 dəfə zenitdə olur. Şimali Amerikada rast gəlinir, xeyr. Şimali Amerika materikində rast gəlinmir. Cavab olacaq 1-3-5, Y variantı. Düz yazıb bunu da. Sağ olsun, birinci sualdan sonra demək olar ki, hamısını düz qeyd edib. Yəqin həyəcanlı olub birinci sualda. 5-ci sual. Demoqrafik siyasəti təbii artımın yüksəldilməsi istiqamətində aparan ölkələr. Deməli, insan sayını çoxaltmağa çalışan ölkələrdən söhbət gedir. Fransa, Rusiya, Danimarka doğrudur. Cavab 1-2-5. 1-2-5 də B variantı öz əksini tapıb doğrudur. 6-cı sual. Aral gölünün sahilində yerləşən ölkələrin ümumi xüsusiyyətlərini müəyyən edin. Aral gölünün sahilində yerləşən ölkələr Qazaxıstanla Özbəkistandır. Görək nədir bunun? Ərazinin əsas hissəsi Türk dil qrupunun Uyğur qoluna aiddir. Bu səhvdir. Çünki burada Qıpçaq da var, Qazaxlar ona görə ümumi əlamətlərini soruşur çünki.
ərazilərinin bir hissəsi cavan platformada bəli doğrudur. İki düzdür. Çünki ikisi də Turanov alınır düşür. Tərkibində Türk Dövlət Qurumu mövcuddur. Bu səhvdir. Çünki yalnız Özbəkistan tərkibində Qaraqalpaqistan var. Ona görə 3-ü götürəməyəcəyik. Ərazisindən qar və buzlaqlarla qidalanan çaylar axır. Ərazisində qar və buzlaqlarla qidalanan çaylar axır. Bu doğrudur. Sırdərya çayı ilə Özbəkistan və Qazaxıstan arasından keçir. Belə o da qar buzlaqlarla qidalanır. Doğrudur. Sonra demək Əfqanistanla həmsərhəddir. Burada 2-4. Sonra bir də mülayim işıqlanma qurşağında yerləşirlər. Doğrudur. Bu demək 2-4-6-dır cavab. Əhsən, bunu da düz qeyd edib. Keçək növbəti suala. Növbəti sual. 7-ci sual. Eyler-Venn diaqramlarına uyğunluğu müəyyən edin. Demək, muson, codyarpaqlı meşə və kolluqlar. Demək, 1-ə baxırıq. 1-ə 4-5 yazıb. Muson rejiminə 4-5-ə. Bir neçə iqlim qurşağında yayılmışdır. Bu doğrudur. Codyarpaqlı meşələrdən aralıqdan subtropikdədir. Bir də 5-ə baxaq. Yağıntıların əsas hissəsi ilin isti dövründə düşür. Bəli, 4-5. 4-5 uyğun gəlir. Ortaq da 1-6. Antropogen təsir böyükdür, düzdür. 6-ya baxaq. Yayıldığı ərazilərdə fəaliyyətdə olan vulkanlar mövcuddur. Bəli, Cənub-Şərqi Asiyada da fəaliyyətdə olan vulkan var. Avropanın cənubunda da doğrudur bu. 1-6. Zaten 1-6 onsuz da bir yerdədir. Başqa yerdə də yoxdur. B variantı cavab. O birisində də 3 verib 3-ə baxaq. Avropa qitəsində rast gəlinir. Codyarpaqlıya rast gəlinir, amma mussona rast gəlinmir. Çünki musson materiklərin şərqindədir. Bu doğru fikirdir. Əhsən, maşallah. Gedirik düzlərdən. Uyğunluğu müəyyən edin. Labrador, Cape York, Balkan. Labrador yarımadası Şimali Amerikada. Demək, Cape York Avstraliyanın şimalında, Balkanda Avropanın cənubunda. Labradora B verib, Soyuq okean cəryanı iqlimin formalaşmasına təsir edir. Bu doğrudur. Çünki yanına ilə Labrador soyuq cəryanı keçir. 1-ə B. Sonra 2-yə verib A-nı görək. Dünyada ən böyük boksit hasilatı rayonu hesab olunur. Doğrudur. Əhsən. 3-ə də D-ni verib, D-yə baxaq, ərazisində bir neçə ölkə yerləşir. Bəli, Balkan dünyada ən çox ölkə yerləşən yarımadalardan biridir, Ərəbistanla bərabər. Demək, BAD. BAD. BAD yazıb Y variantını. B var, A var, D var. Görək, o digərləri uyğun gəlirmi? 2-yə Y-ni verib. 2-yə Y-ni verib. 2-yə nə var? Ekvatorial və tropik hava kütlələrinin təsirinə məruz qalır. 2-yə Y bu doğrudur. Subekvatorialda yerləşir. Ona görə. Ekvatorial və 3-ə də C-ni verib, qəhvəyi torpaqlar yayılmışdır. 3-ə C, Balkan yarımadasında, bəli, Aral dəniz iqlim tipindədir. Doğrudur, cavab Y variantıdır. Keçək növbəti suala. Növbəti sualımız 9-cu sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Tektonik zona, qoruq və milli park. Demək, Kür çökməsi, tektonik zona, qoruq və milli park. Demək, Kür çökməsi, Qaragöl. Qaragöl Laçındadır. Bu Kiçik Qafqazda yerləşir. Bu getdi. Sonra Ön Qafqaz çökməsi, Samur yalama, bu doğrudur. Demək, Kiçik Qafqaz qalxması, Qarayazı düzü, bu səhvdir. Çünki Kür çökəkliyinə aiddir. Kür çökəkliyi. Orta Araz əyilməsi, Hirkan. Orta Araz təbii ki, yanlışdır. Bu da getdi. Bu Hirkan düşür Kiçik Qafqaza. Talış dağlarının alçaq dağlıq ərazilərinə hət edir. Böyük Qafqaz qalxması, Şahdağ silsiləsi, Şahdağ Milli Parkı doğrudur. Bu demək 2-5-dir cavabımız. Maşallah. Uşaqlar, sizdən də varmı belə düz gedir hələ? Görək, axırı necə olacaq? İnşallah axırdakı suallarda düz yazar. Suvarmada istifadə edilmə dövrü. Çaylar, Kür, demək, yay və qış. Kür təbii ki, yaya aiddir. Yay. Sonra Amudərya yaydır. Mərkəzi Asiyada yay ilə isti və quraq keçir. Demək, muson rejiminə malik olan çaylar, yəni B, hansı ki, Xuanxedir. C, Hind çayıdır. Və digər Y çayları isə nə vaxt suvarmada istifadə olunur? Təbii ki, qışda, çünki muson iqliminə malik olan çaylardır. AD-ni verib, bəli, doğru eləyibdir. AD, elə AD-ni verən kimi zaten cavab çıxıb onsuz da. Keçək növbəti sualımıza. Növbəti sualımız demək 11-ci sual. Uyğunluğu müəyyən edin. İsveçrə, Liviya, İndoneziya. Görək İsveçrəyə nə verib? B verib. İsveçrə verib B variantı Orta Avropada yerləşir. Doğrudur. İsveçrə. Liviyaya verib Şimali Afrikanı yəqin ki, D variantı. İndoneziya, Cənub-Şərqi Asiya, Y variantı. Doğrudur cavab. Olacaq 1 B, D, bir də Y, C variantındadır. Maşallah.
12-ci sual. Sxemdə hansı küləklər təsvir olunub? Demək, baxırıq. Gecə gündüz quru və su arasında. Deməli, təbii ki, bu briz küləyidir. Y variantı. Keçək növbəti suala. 13-cü sual. Venezuela və Nigeriya ölkələrini birləşdirən ümumi cəhətlər. Demək, Venezuela və Nigeriya neft istehsalı, zəngin neft ehtiyatları mövcuddur. Bəli, doğrudur. Afrikanın zəngin neft ehtiyatları Nigeriya, Venezuelada bilirsiniz ki, dünyada ən zəngin neft ehtiyatına malikdir. Sonra 14-cü sual, verilən əlamətlərə uyğun gələn iqlim tiplərini müəyyən edin. Qanı Xəritsə və Kiçik Qafqazın alçaq dağlığını əhatə edir. Yağıntılar əslində istidir. Bu qışı quraq keçən mülayim isti iqlimdir. Bunun ehtiyacı yoxdur. Qanı Xəritsə bilən kimi. Qışı quraq keçən mülayim isti iqlim C variantı. Maşallah doğru yazıbdı. Belə. Sonra demək 15-ci sual xəritə sxemində rəqəmlərə qeyd olunmuş ölkələrə aid olan xüsusiyyətlər. Baxırıq hansı ölkələr var. Demək 1 Finlandiya ölkəsi, sonra Polşa, 3 yəni Finlandiyada onu demək istəyirdim. 1 Polşadır. Demək 2 də İtaliya. İtaliya görək nə verib. 1-ə verib AD-ni. AD yəni Polşaya aid əlamətlər. 1-ə AD. Zəngin daş kömürü ehtiyatlarına malikdir. Doğrudur. Polşada yuxarı Selezi yatağı. Bir də D ərazisi tamamilə mülayim iqlim qurşağında yerləşir. Bu da doğrudur. Demək AD tam uyğun gəlir. 2-yə BY-ni verib. BY İtaliyaya. Demək Qarda gölünün turizm əhəmiyyəti böyükdür. Bu doğrudur. Demək B bir də Y variantı üzümçülük yığına görə fərqlənir, düzdür. BY 3-ə C qaldı zaten. Onsuz da ondan başqa ərazisində İrnari və Sayma gölləri yerləşir. Bu da Finlandiyaya aiddir. Bəli, doğrudur. Əhsan, maşallah. Keçək növbəti suala. Sxemdə 21 mart tarixində 160 dərəcə şərq uzunluğunda yerləşən el məntəqəsində günortadır. Buna əsasən doğru olmayan fikri müəyyənləşdirin. Baxırıq. Sxemdə deyir ki, 21 mart tarixində 40 dərəcə şimal enliyindən söhbət gedir. 160 dərəcə şərq uzunluğunda yerləşən el məntəqəsində, yəni burada günortadır. Günortadırsa saat 12:00-dır. 12:00-dur. Deyir ki, məntəqəsində günortadır. Buna əsasən doğru olmayan fikri müəyyəndir. 160 dərəcədə şərqdədir. 160 şərq. M-də 15:00-dır. Yəni 3 saat irəlidədir. 3 saat. 45 dərəcə fərqləri var. Bu isə 8:00-dur. 4 saat geridir. 4 saat çıxsa. Yəni geridir. Doğru olmayan fikirlər. Birinci gərək baxaq K-nın uzunluğuna və sair baxaq. Görək M və K-nın uzunluğu nə qədərdir. Demək, aralarında 3 saat fərq varsa, 3 saat. Bu 45 dərəcədir. 160-ın üzərinə 45 gəlsək, bu eləyəcək 5, bu eləyəcək 10, bir yadda 205 eləyir. 360-dan da biz bunu çıxsaq 205-i belə də tapa bilərik. 5, demək 5, bu da eləyəcək 155 dərəcə qərb uzunluğu, 155 qərb uzunluğu. Yaxud belə də eləyə bilərik. Demək, bu 180 dərəcə buradan deyil, ortada 180 var. 20 dərəcəsi bura qədər, qaldı orada 25 dərəcəsi. 180-dən də 25 çıxsa, 5 buradan. Demək, 7-dən də 2 çıxanda yenə 5 edir, 155. Hər iki halda 155 dərəcə qərbdə yerləşir M nöqtəsi. K nöqtəsinin uzunluğunu tapaq ki, ona aid fikirləri söyləyə bilək də. Demək, 160-dan da 60 çıxsa 100 eləyəcək. Niyə? 4 saat geridədir çünki. Bu 8-dir, bu 12 olacaq. Güman eləyirəm, düz tapıb. Demək, baxıram, demək, bunda baxmayaraq ki, saat irəlidədir M-də. M-də 20 martdır. M-də 20 martdır. Amma bu şeydə, K-da 21 martdır. Şeylə eynidir. Eyni yarım körədədirlər, şərq yarım körəsində. 21 martdır. İndi baxıram. Deyir ki, doğru olmayan fikri müəyyən edin. Deyir, M məntəqəsi 20 martdır. Bu doğru fikir idi. Çünki qərbdə olduğuna görə saatda irəli olsa da, vaxt etibarilə geri idi. M və K məntəqələri arasında 105 dərəcə coğrafi uzunluq fərqi var. 105 dərəcə. Bu, təbii ki, 105 dərəcə deyil. Nəyə görə? Buradan M məntəqəsi ilə K məntəqəsində dərəcə fərqi çoxdur. Toplayanda 255 eləyir. 255. 360-dan da çıxsa, gördüyünüz kimi 255. 5 buradan, demək 0, 105 dərəcə fərq var. 105 dərəcə deyilir, səhv eləmirəmsə, doğrudur, 105 dərəcə fərq var. Belə də təyin edə bilərik, 180-ə qədər, 180-ə qədər.
100 dərəcə, 100 dərəcə. Buradan da neçə dərəcə fərq var? 180-ə qədər 25 dərəcədə səhv eləmirəmsə 25 dərəcə. 125 eləyir. Bu niyə belə alındı mən? Nəysə səhv çıxdım yəqin ki. Demək 255 eləyir. 360-dan da 105, 155 qərb sonluğu. 5, 0, 1, 105 dərəcə. Bu doğrudur. 105 dərəcə fərq edir. Yaxın məsafədən 105 dərəcə, əks tərəfdən daha uzun fərq edir o heç. Demək 105 dərəcə fərq var. Bu doğrudur. Bunu da götürmürük. Demək bu getdi. K məntəqəsi 15-ci saat qurşağında yerləşir. Bu səhv deyil. K məntəqəsi şərqdədir. Şərqdə olan yəni ki məntəqə heç vaxt 15-ci saat qurşağında yerləşə bilməz. C məntəqə 20 dərəcə qərb məntəqəsi arasında yerli vaxt fərqi 12 saatdır. Deyir 20 dərəcə qərb uzunluğu ilə el məntəqəsi arasında yerli vaxt fərqi 12 saatdır. Demək bu 160 şərqdədir, əks tərəfi 20 dərəcə qərbdədir. Yəni tərs yarımkürədə olanlarda bilirsiniz ki, ikisinin cəmi əgər 180-ə bərabərdirsə, o zaman onlar arasında 12 saat fərq var. Sonra M məntəqəsi qərb yarımkürəsində yerləşir. Bu da doğru idi. Bir dənə burada fərq yəni şərq yarımkürəsində olan bir məntəqə heç vaxt 12 saatdan böyük yəni ki saat qurşağına malik ola bilməz. Çünki 1-dən 11-ə qədər olanlar hamısı demək yerləşir neytral qurşağında, hansı yarımkürədə şərqdə. Hamısı şərqdədir. 13 və 23 arası hamısı qərbdədir. Amma 24 ilə 12-ci saat qurşaqlar həm şərq, həm də qərb yarımkürəsində yerləşir. Yəni K 15-ci saat qurşağında deyil, onu demək istəyirdim. Gördüyünüz kimi K 100-də yerləşir. 100-ü də böləndə 15-ə eləyəcək 6 dəfə. 6, 15 çıxsa orada 10 qalır. 1 elə 7-ci saat qurşağına düşür. 7-ci saat olmalıydı bu. Bu 7-ci saat olacaqdı. Təəssüf, ikinci səhvimiz burada çıxdı. Sonra keçək digər suala. Xəritə sxemdə müvafiq olaraq Rio Grande, Mackenzie, Yukon və Mississippi çayları hansı rəqəmlərlə göstərilmişdir? Demək, birinci Rio Grande çayı soruşur. Meksika-ABŞ sərhəddindən 4-dür. Bu 4-dür. Sonra Mackenzie çayı soruşur. Mackenzie çayı 2-dir. Üstünə yazaq ki, yadımızdan çıxmasın. 1 Yukon çayıdır. 1 Yukon. Mississippi-də 3-cü çayımızdır. Cavab olacaq 4-2-1-3. 4-2-1-3. Əhsən, A variantıdır cavab. Keçək növbəti sualımıza. Növbəti sualımız 18-ci sual. Xəritə sxeminə əsasən təbii qaza olan tələbatın idxal xammalı hesabına ödəyən ölkələri müəyyən edin. Demək, idxal xammalı əsaslanan. Demək, bu Kanada ilə Meksika deyil. Bunlar sağ 2 ilə 4 avtomatik getdi. Sonra 2-4 zaten silsək 2-4. Demək, 4-də silsək 1-5-6, 1-3-6. Bu 6 Yaponiyadır, bu avtomatik düzdür. İspaniyada 1-6 bu məlum məsələdir, bunlar düzdür. Qalır 3 ilə 5 arasında. Görək 3-5. Düzü 3 aydın görünmür, yəni ki Avropa ölkəsidir, idxal xammalına əsaslanacaq, 5 deyil. Cavabımız olacaq, demək 1-3-6. Bu demək oldu Almaniyaya oxşayır, daha çox Polşaya da oxşayır, Almaniyaya da oxşayır. Yəni Almaniya ərazisi yəqin ki, biraz sola meyildir. Şəkil məndə pis görsən, bəlkə mənim gözüm biraz zəif deyib, yəni necəsə bir dənə yaxınlaşdırım bəs. Yəqin ki, Almaniyadır. Almaniyanın üzərindədir. 19. Verilən əlamətlərin aid olduğu ada və ya arxipelaq. Burada baxırıq, neotektonik proseslərin təsirlə yaranan relief forması. Yəni, cavan fəal seismik ərazidə yerləşir. Atlantik okeanda yerləşir və litosfer tavalarının divergent sərhədində yerləşir. Demək, bu Azor adalarıdır. Azor adaları. Deyir ki, neotektonik proseslər yer qabının ayrılma sərhəddidir. Vulkan püskürmələrinin müşahidə olunduğu ərazidir. 2. Orta okean dağ silsilələri, Atlantik okeanda yerləşir. Litosfer tava divergent sərhədi. Azor adalarıdır. İslandiya, Azor. Bunun həqiqətən 100 dəfələrlə bunu təkrarladığımız bir şeydir. Ki, divergentdə yerləşən adalar. Bu 3-cü səhv. Çox təəssüf, lazımsız bir səhv idi bu da. Hayır. 20-ci sual. Dünyada içməli suyun adam başına düşən təminatının zəif 1 və 2 yaxşı olan ölkələri müəyyən edin. Təbii ki, burada baxırıq, yaxşı birinciyə zəifi, ikinciyə güclünü qeyd edəcəyik. Deməli, birinciyə və ikinciyə qeyd edək burada. Yazıb 2-5-6, birinciyə zəifi, Türkmənistan 2,
Türkmenistan'dır. 5'ə baxaq. 5 hansı ölkədir? Yəməndir, düz qeyd edilib. 6 hansıdır? Misirdir, doğrudur. O biriləri də təbii ki, Kanadadır, bir, Norveçdir, bir də Yeni Zelandiyadır. Cavab doğrudur. Yəni 2, 5, 6. Əhsən. Sonra keçək növbəti suala, 21-ci sual. Kür, Şirvan, Qazax, Qarabağ və Kür-Araz Mərkəzi Aran fiziki coğrafi rayonlarında payızlıq taxıl əkinlərinin geniş yayılmasının səbəbi qışın mülayim keçməsidir əsasən. Qışın yumşaq və mülayim keçməsi. Çünki digər ərazilərdə, dağlarda əsasən gözləyirlər qış keçsin, sonra əkirlər. Çünki qış keçmədiyi dövrdə, yəni payızda dağda əksək, qış dönəmində şaxtadan bitki məhv olur. Ona görə dağlarda gözləyirlər qış dönəmi bitsin, sonra isə əkinçilik təsərrüfatı həyata keçirilsin. Sonra bu sual Azərbaycan Respublikası əhalısının sayı 2010-cu ildə demək nə qədər olub? 8 milyon 997 min nəfər, 2015-ci ildə isə 9 milyon 592 min nəfər olmuşdur. Bu müddət ərzində əhalinin orta illik artımının eyni olduğunu nəzərə alaraq 2013-cü ildə əhalinin sayının nə qədər olduğunu hesablayın. Bunu hesablamaq sadədir. Necə hesablayacağıq? Baxaq görək necə hesablayaq. Bunun iki yol var. Təbii ki, böyükdən kiçiyə çıxara bilərik. Yəni 10 il 2010-dan 2015-ə qədər nə qədər artım olub, onu tapa bilərik. Sonra 5 ilə bölüb 2-yə vuracağıq, üstünə gələcəyik. Əvvəlki əhalinin üzərinə. Nəyə görə? Çünki ümumi artım 5 il nə artımıdır? 5 ilin artımı. Amma bu bizdən soruşur 2013-cü il. Daha doğrusu 3 ilə vuracağıq. 2013-ü soruşur. Yalnız orada 2 ilin artımını hesablaya bilərik. Vaxt itməsin deyə elə kalkulyatorla tez-tez hesablayaq istəyirsiniz. Demək 9 milyon 592 min 9 milyon 592-dən çıxaq demək neçəni? 8 milyon 997-ni 997-ni bunu da bölək neçəyə? Bunu da bölək 5-ə. 5-ə bölək, vuraq 3-ə. Vuraq 3-ə. Demək 357. Bu eləyəcək nə qədər? İndi gələk əvvəlki əhalinin üzərinə də təbii ki. 8 milyon 997 milyon üzərinə. 8 milyon 997 min üzərinə. Cavab alacaq 9 milyon 354. 9 milyon 354. C variantı. Əhsən, maşallah düz hesablayayım. Nəyə görə bunu belə elədik? Dediyim kimi bu 5 ilin artımıdır. Məsələn 5 il ərzində olub 9 milyon 592 min və bizdən gəlib soruşur ki 2013-də nə qədər olub? 2013-də 3 ilin artımını soruşur buradan. Biz ümumi 5 ilin artımını 5-ə bölüb 1 ilin artımını tapıb 3-ə vurduq, gəldik əvvəlki əhalinin üzərinə. Belə, bu düzdür. Sonra keçək növbəti hissəyə. Növbəti hissə 23-cü sual. Cədvəl əsən doğru sıraları müəyyən edin. Batabat, Maralgöl, Candargöl, Aznahor, Sarısu, Böyük Alagöl. Demək belə. 1 və 6 deyir, ətrafında dağ çəmən landşaftı geniş sahə tutur. 1 və 6 bu doğru fikirdir. Dağlıq ərazidə yerləşir, hündür dağda. 1 və 2 axarlı və şirin suludur. 1 və 2 demək Batabat və bu da doğrudur. Axarlı və şirin suludur. Dağ gölləri Batabat və Maralgöl. Yəqin ki, bu sual səhv yazıb çox güman belə üstündən xətt çəkməklə görürəm. Sonra 4 və 5 okean səviyyəsindən aşağıda yerləşirlər. 4-5. 4-5 bu səhv idi. Bu səhv idi. Çox təəssüf. Aznahor göl okean səviyyəsindən aşağıda deyil. Sonra demək 4 və 6 vulkanik mənşəlidir. 4 və 6 Aznahor vulkanik yox, tektonik mənşəli göldür. Bu səhvdir. Sonra Kür və Araz Mərkəzi Aran fiziki coğrafi rayonlarında yerləşir. 3 və Kür Araz yəni Mərkəzi Aran fiziki coğrafi rayonunda 3 və 5. 3-5-ə baxaq. Candargöl, bir də hansı 5? Burada Mərkəzi Aran fiziki coğrafi rayonunda yox. Məsələn, bu Aznahor Ceyrançöl fiziki coğrafi rayonundadır. 3 və 5 daha doğrusu soruşur. 3 və 5 yanlış. Candargöl təbii ki, bu yanlış idi. Ona görə bu da yanlış idi. 3 orada deyil. Sonra gəldik bura. Tektonik çökmə zonasında yerləşir. Tektonik çökmə 3 ilə 4. 3-ə baxaq. Candargöl düzdür. Bu da hansıdır? 4. Aznahor tektonik əyilmə sahəsində hansı ki kör çökəkliyidir. Demək kör çökəkli tektonik zonasına aiddir. Cavabımız olacaq 1, 2, bir də 6. 1, 2, 6. 1, 2, 6, 1, 2, bir də 6. Cavabımız 1, 2, 6 oldu. Keçək növbəti hissəyə. Sonra gəlir 24, bu da deyəsən 3-cüdür ya da 4-cü səhvdir. İnterzonal landşaftların yayıldığı məntəqələri müəyyən edin.
İntrozonal landşaftların yayıldığı ərazilər təbii ki 1-dir, demək 6-dır. Düzən meşə landşaftlarını soruşur. Üçü də qeyd eləyək burada. 6-nı qeyd eləyib. Bu da 1, 2, 6. İçəridə bəs 2 səhvdir dağlıq ərazilərdə. İntrozonal landşaftlar olmur, düzənlik ərazilərdə olur. Düzən meşə landşaftını qeyd eləmək lazım idi. Səhv qeyd eləyib burada da. Sonra 25-ci sual. Demək, 40 dərəcə cənub enliyi və 100 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsi ilə 40 dərəcə cənub enliyi 80 dərəcə qərb uzunluğunda yerləşən B məntəqəsi arasındakı ən qısa məsafə kilometrlə hesablayın. Bunu qeyd eləyək. Demək, məntəqə yerləşir harda? Məntəqə yerləşir 40 dərəcə cənub enliyi və 100 dərəcə şərq uzunluğu Qrinvizdən 100 dərəcə şərqdədir. 100 dərəcə şərqdə, şərq uzunluğunda. Digər məntəqə isə 40 dərəcə cənub enliyindədir. Amma 80 dərəcə qərb uzunluğundadır. 80 dərəcə qərb uzunluğu. Qərb uzunluğu. Təbii ki, biz meridian paralel istiqamətində getsək, görəcəyik ki, bunlar arasında 180 dərəcə fərq var. Onu 40 dərəcənin qiyməti, 1 dərəcənin qiyməti 85,4-ə vursaq, yəqin ki, böyük bir məsafə alınacaq. Amma qütbdən aşsaq, cənub qütbündən, bizim məsafəmiz daha qısa olacaq. Yer kürəsində bu qütbdən aşma məsələsidir. Baxaq, 40 dərəcə cənub enliyi deyil, 40 dərəcə cənub enliyi, 90 cənub qütbü, bu da 40 dərəcə cənub enliyi. Bunlar əks yarımkürələrdədir. Biri 100 dərəcə şərqdədir, biri 100 dərəcə qərb, bir-birinə tam tərs tərəfdədirlər. 50 dərəcə buradan, 50 dərəcə də buradan fərqlər var. Ümumilikdə 100 dərəcə fərqlər var. 100-ü vursaq, 100-ü vursaq 111-ə eləyəcək nə qədər? 11.100 kilometr. 11.100 kilometr da aləm qatıb bir-birinə hayf. 11.100 kilometr eləyir bunlar arasındakı məsafə. Demək belə. Keçək növbəti sualımıza. Növbəti sualımız. Növbəti sualımız. Dəniz, boğaz, dəniz uyğunluğunu müəyyən edin. Baxaq, görək. Demək, Cənubi Çin dənizi Malakka boğazı ilə birləşir Filippin dənizinə. Bu təbii ki, səhvdir. Sonra Qara dəniz Bosfor boğazı ilə Mərməriyə birləşir. Bu düzdür. Çukot dənizi Berinqlə Bering boğazı və düzdür. Bu dənizinə birləşir. Bu demək 3-4. Bir də Azov dənizi Kerslə Qaraya birləşir. Bu da düzdür. Cavab olacaq 2-3-4. Mazambik boğazı Qırmızı dənizinə əlaqəsi yoxdur təbii ki. Bu da yanlış oldu. Keçək növbəti sualımıza 26-dır. Hə, 27-ci sual. Demək, Mezozoik Kimmer qırşığı, Verxeyansk dağları. Yaxşı ki, bunu yaxında təkrarlamışdıq. Bir gün qalmış. Verxeyansk dağları, Karpat dağları. Səhvdir. Karpat gedəcək, yəni B-yə, o mənada demək istəyirəm. 1-ə A, 2-yə Y variantı yazıb, düz yazıb. Görək, başqa Verxeyansk dağları, Karpat dağları, Altay dağları, Atlas dağları, Selsk dağları. Elə Mezoya ikisi gedir. Alp dağlarına baxır, Karpat gedir. Altay səhvdir təbii ki. Atlas deyə gedəcək təbii ki. Bir dənə Altay gedə bilməz. Çünki Altay qırışıq fail dağlarda o paleozoyda formalaşıb. Demək cavabımız oldu A, Y, B-dir. Sonra situasiyamız möhtəşəm situasiya. 3 yarımkürədə və yarımadada yerləşən A ölkəsi. 3 yarımkürədə və yarımadada yerləşən A ölkəsi okean sahili mövqeyə malikdir. Bu ölkənin paytaxtı Bakı şəhəri ilə eyni coğrafi enlikdədir. Çox güman İspaniyadan söhbət gedir, Madriddən. Və yerli vaxtı Bakının yerli vaxtından 3 saat 36 dəqiqə geridədir. Bu dəqiqə baxana görə 3 saat 45 dərəcə edir. 36 dəqiqəni də bölsək 4-ə eləyəcək nə qədər? 9, 45 üstə 9 demək eləyir 54. Bakı 50-dədir. O da 4 dərəcə qərbdədir. Elə 100% İspaniyanın paytaxtıdır. A ölkəsi, demək, A ölkəsi litosfer tavalarının sərhədində yerləşir. Ölkə əlverişli təbii şəraitə malikdir. Yağıntılar arasında ilin soyuq dövründə düşür. Çünki Aral dənizidir. Alinin təbii artımı 1000 nəfər, 12 nəfərdən azdır. A ölkəsi və Argentinanın əhalisi əsas hissəsi eyni dildə bu romanda daxildir və A ölkəsinin həmsərhəd olduğu ölkələrdən biri böyük yediliyə, yəni Fransa böyük yediliyə daxildir. Baxaq. Baxaq. İnşallah yazıb yəqin cavab kartına bura qeyd eləməyib. A ölkəsinin adı paytaxtı ölkənin sahillərini, yon, okean və dəniz paytaxtlarının yerləşdiyi coğrafi koordinatlar və s. Demək, A ölkəsinin adı İspaniya, paytaxtı Madrid, ölkənin sahillərini, yon, okean və dənizi, okean Atlantik, dəniz Aralıq, paytaxtın yerləşdiyi coğrafi koordinatlar 40 dərəcə şimal, 4 dərəcə qərb uzunluğu,
Yerləşik coğrafi koordinatları hesablayın və cədvələ yazın. Yazdıq, cədvəlimiz yoxdur. Mətnə əsasən A ölkəsinə aid olan xüsusiyyətləri müəyyən edin. Aid ölkəsinə aid olan xüsusiyyətlərini də özümdən bilmirəm, orada görməmişəm sualı, ona görə bilmirəm nə olacaq. Xüsusiyyətlər yəqin ki, A ölkəsi belədir. Demək, inkişaf etmiş ölkədir. Təbii artım birinci tipdir. Monarxiyadır. Monarxiya ölkəsidir. Orta inkişaf etmiş ölkələr qrupuna daxildir. Demək, Portuqaliya, Fransa, Andorra ölkələri ilə quru sərhədinə malikdir. Əlavə Roman dil qrupuna aiddir. Bilmirəm də orada nələr soruşulur. Təbii ki, Aralıq dənizi iqlim tipindədir. Aralıq dənizi. Əsasən zeytun, sitrus meyvəçiliyi ilə tanınır. Sonra əlavə nə qeyd edə bilərik İspaniya haqqında? İspaniya, yəni 3 yarımkürədə yerləşir. 3 yarımkürədədir. Greenwich bir də Greenwich kəsir şərqə və qərbə bölür. Bir də şimaldadır da. Şimal, şərq və qərbdədir. Bunlar haqqında indi qeyd elədim, nə düz çıxar. O cədvəli mən görməmişəm deyə indi bu dəqiqə uşağı göndərib heç özündən də nə sual orada soruşulurdu, soruşmamışam. Ona görə siz daha yaxşı bilirsiniz orada cədvəldə nə qeyd olunub. A ölkəsinin əhalinin əsas hissəsinə aid olduğu dil qrupu bu Roman idi. Roman. Bu Roman sözünü o qədər pis yazdım ki. Yəni Roman dil qrupu. Dil qrupu demək dil ailəsi olacaq Hind-Avropa. Hind-Avropa. Təbii artım tipi birinci tip. Demoqrafik keçidin mərhələsi. Demoqrafik keçidin mərhələsi 3-cü mərhələ olar yəqin ki bu. Çünki birinci mərhələdə çox güman demək 12 nəfərdən azdır. Avropa ölkələri 3 və 4-cüdə olur. Bir dəqiqə 12 nəfərdən azdır. Ölkəsinin Argentinası. Bu 3-cü və 4-cü mərhələ onlardan biridir. İndi dəqiq buna baxmamışam düzü. 3-cü, 4-cü mərhələ. Böyük 7-liyə daxil olan qrup daxil olan ölkə müəyyən edin. Bu daxil olduğu ölkə Fransadır. Fransa ilə sərhəddir. Böyük 7-liyə qrupuna daxil olan ölkəni müəyyən edib yazın. Bir dəqiqə. Demək, dil qrupu təbii artım tipi, demoqrafik keçidin mərhələsi və bu ölkənin həmsərhəd. Əslində bu sıfıra bərabərdir. Burada, yəni İspaniyanın adətən sıfır verir. 4-cü mərhələ götürmək olar. 4-cü mərhələ. Keçidin 4-cü mərhələsindədir. 4-cü, çünki bunlarda nəsillər əvəz olunur. Təbii artım səviyyəsi çox da yüksək deyil də burada. 12-dən az olsa da 4-cü mərhələyi seçir. Çünki əsasən doğum və ölüm səviyyəsi bir-birinə bərabərdir, əhali artmır. Ümumi göstəricisi çox da yüksək deyil. Yaxşı dostlar, sağ olun. Növbəti izahlarda görüşərik.